Mədəni məlumatlılıq Mədəni məlumatlılıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlilik nümayiş etdirirlər. Bu da doğrudur. Sonra müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlılıq səriştəsinin inkişafını təmin edə bilər. Bu doğrudur, amma yanlışın altındadır. Sağ ol. Yanlışın altında olduğuna görə uyğunsuzluq götürürük. Deməli, biz də götürmüşük. Şagirdlərdə mədəni məlumatlılıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Bu da doğrudur. Yenə yanlışın altında olduğuna görə 3-4. Uyğunsuzluğun deməli doğrusunu götürdük 3-4. Oxu sayalım müəllimə 5-dən 6-nı. Mənə görmür. Görmürsünüz? 4-də qaldı. Neçədə? 4-də qaldı, sual 4-də qaldı. Qoyun da mən yenidən qayıdım ekrana. Bir dəqiqə. Gördünüz indi? Bəli. Oxu. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramlarını, yaşam tərzi haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərə müxtəlif mənbələr təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatları seçərək təlimatı tamamlayırlar. Verilmiş situasiyalara əsasən müəllimin şagirdlərə hansı səriştəni formalaşdırmağa çalışdığını müəyyən edərik. Mədəni müxtəlifliyə hörmətdir də burada. Bəli, mədəni müxtəliflik, başqa ölkələr varsa, bəli, götürürük mədəni müxtəlifliyə hörmət. Çünki onların bayramıdır, yaşam tərzidir, onlar haqqında məlumatdır. Mədəni müxtəlifliyə hörmət C-bəndi. 6-ya bax. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətinin inkişafını izləməyi, öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək onlardan özlərinə daha çox uyğun olanları qeyd etmələrini tapşırır. Müəllim verdiyi tapşırığın şagirdlərə formalaşdığı kompetensiyanın xüsusiyyətini müəyyənləşdirir. Yerli milli mədəniyyət bu deyil, ideyaların reallaşdırılması bu da deyil, məsuliyyətli vətəndaş kimi dövlətin bu da deyil, müxtəlif dillərdən səmərəli bu da deyil, özünün fiziki, psixi və emosional durumunu sağlam saxlamaq və sağlam düşüncə haqqında məlumat olmaq, budur da özünə aid olan bir şey soruşur. Bəli, görsən müəllim də özü üçün nəsə etmək idi və cavabımız da elə buna uyğundur. Özünün fiziki, psixoloji, emosional durumunu sağlam saxlamaq və sağlam düşüncə haqqında məlumatlı olmaq. Aygün müəllim 7-8 oxu. 2004-cü ilin Yaşıl Dünya naminə həmrəyi ili elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı layihə və təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplarla təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihə təqdim etməlidirlər. Qruplar araşdırmada o proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Verilmiş situasiyaya istinad etməklə şagirdlər hansı kompetensiyanı inkişaf etdirir? Buradakı kompetensiya. Fəal vətəndaş mövqeyi kompetensiyası, bir də rəqəmsal savadlılıq. Bəli, ofis proqramı varsa rəqəmsal savadlılıqdır. Burada bir də ki, insanlarla söhbət aparacaq da, yaşıl dünya naminədir. Öz vətəninə görə bir şey. Bəli, fəal vətəndaş 1 və 2. Cavab D bəndi. 8 oxu. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinə yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir. Uğursuzluqla qarşılaşdı, tez ruhdan düşür və çıxış yolu tapmaqda çətinlik çəkir. Verilmiş situasiya əsasən şagird davranışı haqqında hansı fikir söyləmək olar? Şagird çox da bilmək kompetensiyasını formalaşdırmaq istəsə də öyrənmək kompetensiyası zəif inkişaf etdiyindən o nəticə əldə etməkdə çətinlik çəkir. Cavab A bəndidir müəllimə. Bəli, cavab buna uyğun olan A bəndi, düzdür. 9 ilə 10 oxuyur Sədaqət müəllim.
Vəfa müəllim qalıbdı. Elmin müəllim. Şagirdlər Yaşıl Enerji Çağırışı adlı layihə üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarının avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihə məktəbin digər şagirdləri ilə cəlb edir. Verilmiş dərs ilə bağlı hansı fikir yanlışdır? Verilmiş layihə şagirdlərin müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir. Doğrudur. Bu doğrudur. Bu qaldı. Bizə yanlış lazımdır. Layihə işinin effektiv nəticələnməsi şagirdlərin vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək bacarığı tələb edir. Bu da düzdür. C-yə baxırıq. Layihə şagirdlərdən müxtəlif situasiyalarda konstruktiv inisiativ olma bacarığının formalaşdırılması baxımından effektiv hesab edilir. Bu da doğrudur. Düzdür. Düzgün ünsiyyət qurmaq, yəni konstruktiv, düzdür. Layihə üzərində şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyati problemlərin həllində istifadə etmək imkanı qazanırlar. Bəli. Bax, burada belə deyək də, yaşıl enerji çağırışı daxil. Buradan istifadə edərək həyatda da bundan istifadə etmə bacarığını artıq edə bilərlər də. Nəsə həyatda problem həlli etmək lazım olsa buna görə artıq bunu öyrənmiş olurlar və bunu da həyatda da tətbiq etmə imkanı qazanırlar. Bu da düzdür. Layihənin gidişatında şagirdlərin yoldaşlarını motivasiya etməsi onlarda savadlıq kompetensiyasını inkişaf etdirəcək. Sahibkarlıq deyil burada müəllim. Bəli, sahibkarlıqda həm də ki motivasiya yoxdur da burada. Uşaqlar işləyirlər, bir-birinin müəllim motivasiyanı cəlb edib sonra layihə işin verir. Yoldaşlar bir-birini deyir motivasiya etməsindən, yəni savadlığın nə əlaqəsi var ki burada? Bu doğru fikir deyil, yanlış olan bəndir. Neçəni oxuyursun? 10-da oxuyursun. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif sahələrdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edir. Bu mədəni müxtəliflikdir də, müxtəlif şəhərlərdən. Sağ ol. Yox, deyir ki, mədəni müxtəliflik var, həm də virtual sözü var. Virtual hardadır? Onlayn danışırlar axım. Bax, deyir şagirdlər texnologiyaların imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdə olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla elə bir neçə şəhərdir, oturmuşuq kompüterin qarşısında virtual olaraq onlayn qruplar yaradırıq. Onlarla fərqli müzakirədə onlayn şəkildə müzakirələr təşkil edirik fərqli mövzularda. Bu avtomatik nə götürülür? Rəqəmsal savadlıq. Müxtəlif şəhərlərdə olan şagirdlərin iştirak etdiyi virtual qruplarla, deməli, burada yəni mədəni müxtəlifliklə bir əlaqə yoxdur da. Bu, insanlarla biz ünsiyyət qurmağımızdır. Bu da onlayn şəkildə ediriksə, rəqəmsal savadlıq gedir. Texnologiya imkanlarından istifadə edərək. Günay müəllim, siz oxudunuz? Bəli, mən neçə 3-4 oxudum. İndi Vəfa müəllimlə Elmina müəllimdir, bir Səriyyəz müəllim. Onda 11-i də oxu sən. Sədaqət müəllim, 11-i də oxu. Müəllim şagirdlərə ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı layihə çıxartdırır. Layihə başlamadan öncə onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlara səbəb olan plastik tullantıların təbiətə atılmasının miqdarının artdığını müşahidə edirlər. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək bu problemi həll etmələrini istəyir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Yanlış olanı tapırıq, bəli. Şagirdlər atılan plastik qabların sayını müəyyən etməli, onların sayını necə azalda biləcəklərini araşdırmalıdır ki, bu da onlarda riyazi savadlıq kompetensiyasına malik olmağı tələb edir. Bu doğrudur. Sağ ol. Miqdar var, say varsa riyazi savadlıqdır. Artıq hesablama gedir. Orada azaltma olacaqsa bu doğrudur. Bu yanlış kimi götürmürük. B-yə bax.
Layihə işinin icrası şagirdlərin ətraf aləmin çirklənməsinə təsir edən amillərlə bağlı coğrafi biliklərinin istifadəsini tələb edir. Bəli, ekoloji nə var burada? Çirklənmə. Ekoloji çirklənmədir. Layihə işi ən çox coğrafiyadan da götürülə bilirdi. Ekoloji çirklənmə avtomatik coğrafiya fənni ilə əlaqəlidir. Bu da doğrudur. Coğrafi biliklər var. Sakinlərini prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlandırılması şagirdlərdən kommunikativ bacarıqlar tələb edir. Ünsiyyət bacarığı da yəni. Ay sağ ol, ünsiyyət, kommunikasiya. Deməli bu da doğrudur, bəli. Müəllimin tədris zamanı planlaşmasına, fənlərarası və fənn inteqrasiya ilə bağlı fəaliyyətlər daxil etməsi şagirdlərdən layihə iş üçün lazım olan kompetensiyaların formalaşdırılmasını təmin edir. Hə, bu da var. Niyə? Çünki bəli, bu da doğrudur. Fənlərarası da getdi, riyaziyyat, coğrafiya. Bir də ki, burada plastik tullantılar təbiətdədir. Biz bunu təbiətdə araşdıracağıq. Sinif daxilində yox. Fənn üstü. Görürsünüz, artıq bu təbiətdə tətbiq olunur. Yenilikdən də əslində bu elə özü inteqrasiyadır, tətbiq olmaqda. Sadəcə olaraq sırf belə deyək də xəyali düşünmürük. Bunu həyatda tətbiq ediriksə fənn üstüdür. Artıq dərsdən kənara çıxırıq. Müşahidə edirlər axım, həyatda bunu müşahidə edirlər. Deməli, bu da doğrudur. Eyə bax. Verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirləri və mədəni müxtəlif dözümlük nümayiş etdirmək, yeni fikirləri açıqlamaq, bacarını formalaşmaqdır. Axı mədəni müxtəliflik yoxdur burada, yanlışdır da bu. Düzdür, bunların əlaqəsi yoxdur. Elmina müəllim, oxuyun 12, 13, bir də 14 oxuyasınız. Bəli, müəllim. Biraz zəhmətlə uyğunluq gözlənilmişdir. Situasiya, riyazi savadlılıq kompetensiyası və riyazi biliklər heç bir fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Riyazi savadlılıq, kompetensiya və riyazi biliklər. Heç bir fərqi olmayan. Düzdür, amma yanlış yazıb. Deyir ki, riyazi savadlılıq kompetensiyası riyazi biliklərlə deyir, heç bir fərqi deməli olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Bəli, riyazi biliklə riyazi savadlılıq heç bir fərqi olmayan, amma bir-birini əvəz edən terminlərdir də. Burada yanlış yazıbdır. Bəli, ona görə bunu götürürük. Müəllim, axı deyir, gözlənilmiş bir uyğunluq. Gözlənilmiş deyil, riyazi biliklərlə deyir, heç bir fərq olmayan, bir-birini əvəz edən terminlərdir. Yanlış verilib də, elə yanlışa da yanlış yazıbdır. Başa düşmürsən? Yəni, əvəz edə bilir də müəllim onları? Əvəz edə bilir, bəli. Heç bir fərqi olmayan yazıb burada. Amma fərqi var axım. Doğrusu odur, yanlış yazıbdır. Hə, bildim. Hə, deyir, riyazi savadlıqla, yəni riyazi biliklərin heç bir-biri ilə necə fərqi yoxdur? Hesablamadır riyazidir, vurmadır, məntiqdir riyazidir. Yəni biz həyatda nə iş görürüksə, riyazi savadlığımızla riyazi biliklərimiz eynidir də. Fərqi yoxdur axım, amma burada yazıb ki, fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Amma hər ikisi eynidir, başa düşürsən? Biz bunu riyaziyyatdan götürmüşük də. Riyaziyyatda olmasa bizim hesablamamız necə işləyə bilər? Müəllim, orada mənim çatdıran nədir? Deyir ki, mən belə başladım. Çünki riyazi savadlıqla riyazi biliklərin bir-birindən fərqi yoxdur. Fərqi olmayan, bir-birini nətər fərqi var? Fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Fərqi olmayan, bir-birini əvəz edən. Riyazi savadlılıq bir yanlış fikir verib də burada. Bir-birini əvəz edən. Hə, sonra ikiyə baxırıq. Biri götdük. Müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarına cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin formalaşdırılmasını təmin edə bilər. Müəllim şagirdləri standartlaşmış ünsiyyət formaları
standart bir ünsiyyət formasından istifadə edərək. Xeyr, fəal vətəndaş hər tərəfli bir insan, çevikdir, fəaldır, bəli. Tək bir standart ünsiyyətdə olmur. İnsanlarla ünsiyyətdə olur, ətraf mühit üçün ünsiyyətdə olur, dövləti haqqında nəsə olanda belə deyək də ona cəld davranaraq maraqlanır, maraq göstərir. Bu fəal vətəndaşın işidir. Deməli, burada yazıb doğru, yanlışdır. Bunu götürmürük. 3-ə baxırıq. Öz düşüncələrini, duyğularını və fikirlərini effektiv şəkildə ifadə etmək bacarığı şagirddə özünü ifadə səriştəsinin formalaşdığını bilməyə əsas verir. Bu doğrudur da müəllim. Amma qarşısına nə yazıb? Yanlış yazıb deyə götürmürük. Az sağ ol. Deməli, bunu da götürməliyik. Şagirdlərdə riyazi savadlılığı kompetensiyasının formalaşdırmağın yollarından biri də tədris prosesində fənli inteqrasiyadan istifadə etməkdir. Bu doğrudur, doğru da yazıb. 1-4. Deməli, 1 və 4 E bəndi. Birinci sualı da çaşdırıcı qoyublar. Elə qoyurlar ki, sualı. İndi olmuşu bax. Şagirdlər yaşıllaşdırılmış şəhərin artırmaq və havanın seçilənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağdaşma kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı. Onları bu kampaniyada aktiv iştirak etməlidirlər. Eyni zamanda onlar ağac növlərini ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb, nəticəni ekspertinin təqdimat hazırlamalıdırlar. Verilmiş situasiyaya hansı fikir doğru? Şagirdlərin ümumlar üçün digər insanları əməkdaşlığa sövq etməlidir. Onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. Bu doğrudur da müəllim. Ay sağ ol. Fəal vətəndaşdılar da insanlarla söhbət edir. Şagirdlər öz əraziləri belə deyək, hava haqqındadır. Düzdür. 2. Şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun ifadə etmək bacarıqları onların mədəni məlumatlı kompetensiyasına malik olduqlarını göstərir. Şagird fikirlərini. Mədəni məlumatlıq var burada? Yox müəllim, aid deyil. Ay sağ ol, aid deyil. Şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb, nəticə çıxarmaları onlarda edilmiş kompetensiyasının inkişafını etdiyini göstərir. Bu uyğun gəlir, şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi onlarda rəqəmsal savadlılıq kompetensiyası inkişaf etdiyini Ay sağ ol. 3. Bax, həyatda baş verən müxtəlif prosesləri təhlilə aparıblar. Düzdür də, havanın çirklənməsi həyatda baş verir. Düzdür. Sonra, bunun elə özü fənüstü inteqrasiyadır. Həyatda araşdırma aparırlar uşaqlar. Məktəbdən kənara çıxırlar. Sonra bu proseslə bağlı təhlillər aparıb, nəticə çıxarmaları onlarda, bəli, həyatda nəsə bir iş görürlərsə, bax, həyatda havanın çirklənməsidir, suların dövr eləməsidir, yağışın yağmasıdır, ümumiyyətlə həyatda baş verən proseslər təbiətlə bağlı. Yadınızda qalsın, elmlik kompetensiyasına aiddir. Bunu inkişaf etdirir. Haradasa gördünüz ki, coğrafi məsələlər var, belə deyim də yadınızda qalsın. Avtomatik coğrafi məsələləri, həyatla əlaqəli olanları götürürsünüz elmlik kompetensiyası. Yadınızda qalsın. Bu olur elmlik kompetensiyası. Həyatda baş verən proseslər elmlik kompetensiyasıdır. 13 neçə demişdim? 12, 13, 14. Şagird aklına koyduğu məqsədlərə çatdıqsa, onda özünə inam artır. Hələ tapmadığı hədəflərinin səbəblərini araşdırıb, səhvlərini təhlil edir. Uğurlarını və uğursuzluqlarının səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərin araşdırmağa qərar verir. Verilmiş klasiyyə ilə bağlı hansı fikir doğru edilmir. Şagird öz bacarıqlarını müəyyən etməklə bağlı fərqliyə sahibdir. Bu düzdür. Ay sağ ol. Bu qaldı. Düzdür. Şagirddə problemlərin həlli üçün qərar qəbul etmə bacarığı inkişaf edib. Şagird vaxtdan səmərəli istifadə etmək
bacarığına malikdir, şagirdin məqsədə çatmaq üçün daxili motivasiyası inkişaf edib. Şagirdin məqsədə çatmaq üçün daxili motivasiyası inkişaf edib, bu düzdür. Bu düzdür, özünə inamı artıb çünki. Düzdür. Şagird vaxtdan səmərəli istifadə edir. Etmək bacarığına malikdir, şagirdin problemlərini qəbul etmək Qərar sözü də var. Düzdür, qərarımız da var. Burada deməndə uyğun gəlmir. Ay sağ ol. Burada yəni ki, vaxt söhbəti yoxdur. Qərar var, özünə inam var, motivasiya var, təhlil var, öyrənmə var. Bir dənə olmayan deməli nədir? Vaxt. Vaxt olmadığı üçün deməli cavabımız hesab edilməyən D bəndidir. 15, 16, 17 oxuyursun Elmina müəllim. Buyur, Elmina müəllim deyirəm, Vəfa müəllim. Deməli, 15-də müəllimə yanlış fikri müəyyən edin. Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya bacarığının inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır. Bu doğrudur da müəllimə. Ay sağ ol. Müstəqil öyrənmək üçün motivasiya etməliyik. Bu getdi, yanlış deyil. B-yə bax. Müəllim şagirdlərdə mədəni məlumatlılıq kompetensiyası formalaşdırmaq üçün Azərbaycan müxtəlif bölgələrinin kulinariya nümunələri ilə bağlı müzakirə təşkil edə bilər. Bu da doğrudur. Ay sağ ol. Yəni müxtəlif mədəni məlumatlılıq. Şagirdlərdə riyazi qeydiyyatçılıq səriştəsinin formalaşdırılması riyazi anlayışları real həyati situasiyalara tətbiq etmək bacarığını ehtiva edilir. Bu da doğrudur, müəllimə. Düzdür. Müəllim şagirdlərə öz fəaliyyətlərini monitorinq edib uyğun tənzimləmələr etmələrinə istiqamət verməklə onlarda şəxsi sosial və öyrənmək kompetensiyasının inkişafını təmin edə bilər. Deməli, öz fəaliyyətini monitorinq, sosial və şəxsi, bu da doğrudur. Yəni, özünün sözü varsa, deməli, şəxsi öyrənməyi öyrənməkdir. Bu da doğrudur. Şagirdin riyazi savadlı kompetensiyasına malik olması onun bu fənlə bağlı akademik bacarıqları ilə ölçülür. Fənlə bağlı akademik bacarıqları ilə ölçülmür. Ay sağ ol. Bu riyazi savadlılıq, yəni həyatda da bu da elə yanlış olan hansıdır? Riyazi savadlılıq kompetensiyasına malik olması onun fənlə bağlı təkcə. Xeyr, bu yanlış fikirdir. Sonra 16-nı da oxu. 16. Şagird adətən müəllimin ona hansısa materiallar təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqları həllində lazım olan məlumatları əldə etmək üçün əlavə resurslar araşdırmağı təşəbbüs göstərir. Şagirdin fəaliyyəti onun hansı kompetensiya malik olduğunu deməyə əsas verir. Deməli, özü öyrənir də müəllimə, yəni kömək istəmir. B variant. B. Öyrənmək kompetensiyası, bəli. İndi Səriyyət müəllim, oxuyursan 17, deməli 18, 19, 20 də saat düşür. Yoxsan oxu 17-dən başla. Öyrənməyi cədvələ əsasən uyğunluğu müəyyən edin. Öyrənməyi öyrənmək səriştəsinə malik şagird öz öyrənmə prosesinin məsuliyyətini dərk etməsi və fəaliyyətinə nəzarət edə bilməsi ilə seçilir. Doğrudur müəllim. Ay sağ ol, bir doğrudur. 2. Öyrənməyi öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyətində aktivlik, məlumatlar yaxşı yadda saxlama ilə fərqlənir. Bu da doğrudur müəllim. Bax, deyir ki, öyrənməyi öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyəti yazıbdır. Bax, öyrənməyi öyrənən özü təkcə öyrənir, qrupla yox. Başa düşdün? Qrup fəaliyyətlərində aktivliyi və məlumatları yaxşı yadda saxlamağı. O, təkcə özü öyrənməyə meyillidir. Onun üçün ki, yanlışdır. 3-ə baxırıq. Öyrənməyi öyrənmək səriştəsinə malik şagirdin verilən rəyləri dəyərləndirir, nəticə çıxarılmaq və fəaliyyətini planlaşdırmaq, bacarıqları yüksək inkişaf etmiş olur. Bu düzdür, özü eləyir, düzdür, amma yanlışın ağırında verilibdir. Bizə yanlış lazımdır. Öyrənməyi öyrənmək səriştəsinə malik şagird
tapşırığının icrası yeni məlumatların əldə edilməsi zamanı müəllimin nəzarəti mütləq şəkildə etdirilir. Bu səhvdir müəllimə. Ay sağ ol. Müəllimin nəzarəti yox, öz olmalıdır. Deməli cavabımız olur E bəndi. Cavabımız hə, 1-dən. 1-dən 4. Yanlışda 4, doğruda da 1. Hə, indi 18 oxu. 11-ci əsr bacarıqlarını inkişaf yönəlmiş 21-ci dərslər əsr. şagirdlər layihə üzrə cəlb olunurlar. Layihə şagirdlərdə tənqidi düşüncə, ünsiyyət və texnoloji bacarıqlara malik olmağı tələb edir. Sinifə yeni gələn uzun müddət xarici ölkədə təhsil almış şagirdin də təcrübəsindən yararlanmaq nəzərə alınır. Qrup daxilində şagirdlər arasında iş bölgüsü edilir. Situasiya əsası yanlış fikri müəyyən edin. Layihəni uğurla həyata keçirmək üçün şagirdlərdə rəqəmsal savadlığının kompetensiyasına malik olmaq tələb olunur. Bu düzdür müəllimə. Ay sağ ol. Deməli burada kompüter varsa, deməli var. Bu rəqəmsallıq düzdür. Bu getdi. Bizə yanlış cavab. Şagirdlərin elmli kompetensiyasına malik olmaları onları layihə zamanı əldə olunan informasiya doğru təhlil etməsinə yardım edər. Burada İnformasiya sözü var idi. Düzdür. Texnologiya sözünə görə götür yazı. İnformasiyada deməli budur. Düzdür. Bu da getdi. Layihə şagirdlərdə yumşaq bacarıqları, qərar qəbul etmə, müstəqil öyrənmə səriştələrini formalaşdırmağa şərait yaradır. Və bu da düzdür. Düzdür, bəli. Layihə zamanı problemi həll edərkən şagirdlərin müxtəlif mədəni xüsusiyyətləri nəzərə alınması onlarda fəal vətəndaş mövqeyi səriştəsinin yüksək olduğunu göstərir. Bu da düzdür müəllimə. Necə düzdür? Bir dənə dinəmə? Açıqlamasını. Orada xarici vətəndaşdan fikir almaq sözü var mənim. Yox, burada mədəniyyətindən onun danışmırıq. Onu xarici hansısa ölkənin mədəniyyətinə hörmət eləsək, onda sən götürərdin. Həm də burada deyir ki, mədəni xüsusiyyətlərin nəzərə alması onlarda. Əgər nəzərə alsa, mədəni müxtəliflik olar yüksək. Amma burada deyir ki, xarici ölkədə təhsil almış şagirdlərin də təcrübəsindən yararlanmaq nəzərə alınır. Yəni bu şagird sinifdədir. Uzun müddət sadəcə xaricdə. Özümüzün elə bil ki, vətəndaşımızdır. Burada mədəni müxtəliflik yoxdur axı. Sadəcə gedib xaricdə təhsil alıbdır. Həm də burada yazır ki, mədəni xüsusiyyətinin nəzərə alınması fəal vətəndaş. Onda mədəni müxtəliflik olardı axı. Oxuyanda məqamlara düzgün baxın, görün nə yazıb. Deməli, yanlış olan elə burada D-dir. Diqqətlə baxın, müəllimlər, suallar çaşdırıcı olur. 19 oxu. Şagirdlərdə şəxsi, sosial və öyrənmə səyişlərinin formalaşdırması ilə bağlı yanlış fikri müəyyən edin. Şagirdlərdə başqaları ilə şagirdlərdə şəxsi, sosial və öyrənmə səyişləri formalaşdırması ilə bağlı şagirdlərdə başqaları ilə münaqişələrdən yayınmağa yardım edir. Bəli, özünü edirsə, bu şəxsi sosial öyrənmək, başqaları sosialdır, özü də şəxsi, başqaları ilə. Bu doğrudur, bunu getdik, bu getmir. 19. B. Şagirdlərdə fikirləri müxtəlif mədəniyyətlər uyğun şəkildə ifadə etmək üçün əhəmiyyətlidir. Bu düzdür müəllim, şagirdlər cavab budur, bax. Sosial öyrənmək səriştəsi, bəli. Müxtəliflik yoxdur burada. Deməli, 20-yə baxırıq, sonuncuya. Müəllim şagirdlərə onlayn əməkdaşlıq performansını istifadə edərək sinif yoldaşları ilə birgə etmələri üçün layihə üzərində iş tapşırır. Hər bir öz paylaşılan materialın məzmunla bağlı əlavələr etmək üçün məsuliyyət daşıyır. Komanda üzvlərinin biri təsadüfən sənədin mühüm bir hissəsini silir. Şagirdə hansı addımı atılması ona rəqəmsal savadlığına malik oldu deməyə əsas verir. Silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçisi və ya təkrar əməl qutusunu yoxlamaq təklif etməsi. Bu düzdür də müəllim. Bəli, elə burada A bəndi. Səriyyəz, mən bu dərsimizi başa düşmüsən? Bəli müəllimə. Hə, amma orada müəyyən məqamlar var ki, orada diqqətli ol, görsən müxtəlifliyə. Hə, indi dinləyə yenə axırıncı səni salacağım ki, testlər biraz geçsin, axıra qədər biraz dinləyici kimi qulaq as. Deməli, təfəkkürün növlərinə baxırıq. Başlayır Dilbər müəllim. Neçə ədəddir müəllimlər təfəkkürün növləri?
Hərəmiz 5-5 oxuyaq. 65 sənədir mənim. Hə, 5-5 oxuyaq. 5-5 getdik. Dilbər müəllim, başla. Uyğunluğu müəyyən edin. Müşahidə etmək, sual vermək, təcrübə aparmaq, əlaqənin yaradılması. Şagirdlərdə bu fəaliyyəti etməyə yönəltmək lazımdır ki, onlar düşüncələrini fərqli istiqamətə yönəldə bilsinlər. Müşahidə. Bu yanlış. Yanlış deyil. Sən bilsən nə edəsən? Hansına uyğundur? Biri müşahidə veribdir. Bəndləri bu sözlərə uyğun etməlisən. Burada müşahidə var, sual vermək var, təcrübə aparmaqdır, bir də əlaqənin yaradılmasıdır. Bunlara uyğun variantları qoymalısan. Deyir, şagirdləri bu fəaliyyət etməyə yönəltmək lazımdır ki, onların düşüncələrini fərqli istiqamətə yönəldə bilsinlər. Biz düşüncəmiz... Yox. Bircə dəqiqə. Biz düşüncəmizi nə vaxt fərqli istiqamətlərə yönəldirik? Düşünən zaman, düzdür? Nəyi düşünən zaman? Təcrübə aparmaq. Yox, nəyi düşünürük? Ben indi deyirəm. Sağ sual verməkdir. Ay, sağ ol, sual vermək. Ben sağ sual verirəm də nəyi düşünən zaman. Deməli, 2-yə A bəndini qoyduq. Buyur. Müəllim şagird daim düşünməyə, müşahidə etdiklərini istənilən institusiya ilə assosiasiya yaratmağa yönəltməlidir. Düşüncələrimizdə assosiasiya əlaqə yarandırırıq. Assosiasiya əlaqədir. Əlaqənin yaradılması 4-ə gedir də, onda mənim B4. B4, hə. Sonra. Müxtəlif və fərqli insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək bu fəaliyyətlə bağlıdır. Mən bu 3-də C-yə getdi, təcrübə. Sən niyə elə təcrübəni izləyirsən bir şeyi, baxırsan, nə vasitəsilə, nə edirsən? Müşahidə edirsən. Necə olur gedir o təcrübəyə? Deyin oxu. Bu fəaliyyət şagirdləri uğursuzluqların gözlənilən olduğu bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapana dək çalışmağın lazım olduğunu bildirir. Ay sağ ol. Təcrübə apararkən əlbəttə ki, uğursuzluqlarımız da olacaq da, amma bunu inkişaf etdirmək üçün yenidən edirik. Bax, çalışırıq. Düzdür? Bu da təcrübə aparmağımızdır. Deməli, A oldu, 2-yə gedib. Görək, 1C bəndi, 2A bəndi, 3D bəndi, 4B bəndi. A bəndinə baxın. Cavabımız oldu A bəndi. 2-ni oxu. Müəllimin hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılmasına daha az xidmət edir? Mən daha az, hamısı xidmət edir. Burada daha az olanı tapırıq. Daha az olanı tapırıq, bəli. Müəllim hansı var şagirdlər problem? Müəllim şagirdlərin müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə və dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Bu da aiddir. Problemin həlli prosesini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyatı institusiyaları təqdim edir. Şagirdlərə birgə çalış, bir-biri ilə fikirlərini paylaşa biləcəyi layihə işi verərək dəstəkləyici mühiti yaradır. Budur da müəllim daha çox məncə. Yox, ki, daha az olan dəstəkləyir də uşaqlara problem həll etmədə kömək edir. Elə layihə işi də problemdir də, problem həll etmədir. Daha çox, daha az. Müəllimin şagirdlərin çətinliklə qarşılaşdıqda emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onların müxtəlif praktik məşğələlər keçir. Müəllim təqdim etdiyi problemin həlli yolunu, addımlarını şagirdlərə aydın təlimata çatdırır. Lazım gəldi, konstruktiv rəylərə təmin edir. Mən bu E bəndidir. Hə, niyə E bəndidir Dilbər müəllim? Bax, deyir ki, müəllim təqdim edir problemi, düzdür? Həlli yolunun addımlarını şagirdlərə, hər yolunu ta aydın təlimatlarla verirsə, bunun nəyə problem oldu, düzdür?
Bunu necə formalaşdırırıq? Biz problem həll etməni şagirdlərdə formalaşdırırıqsa, onlara məsəl üçün motivasiya verə bilərik, yönləndirici suallar ünvanlaya bilərik, real həyatdan situasiyalar təqdim edə bilərik, dəstək ola bilərik, müxtəlif praktiki məşğələlər keçə bilərik ki, bunlarda problem həll etmə bacarığını formalaşdıraq. Amma aydın addımların hamısını şagirdlərə təlimatlarla çatdırmağımız, yəni burada artıq təlimatı müəllim verir. Problem həll etməni formalaşdırırıqsa, təlimatı müəllim verməli deyil. Şagird özü etapbalıdır da, bunları ard-arda özü addımlarla həyata keçirməlidir. Müəllimin təlimatı doğru fikir deyil. Deməli, cavab oldu E bəndi. Hə, 3-ə bax. Hansı variantda uyğunluq gözlənilib? Arqumentləri kənara qoyaraq öz mövqeyini gücləndirmək. Burada yazıb ki, öz mövqeyini gücləndirir. Boş adam xətası doğrudur, yoxsa yanlış? Öz mövqeyini gücləndirir. Bu yanlışdır da müəllim. Niyə yanlışdır? İndi özünü denən. Mən özünü bənzətmə. Bax, bənzətmə deyil axım. Özünün boş adam xətasıdır da. Burada elə. Məsəl üçün, sağa mən deyirəm ki, məsəl üçün, Dilbər müəllim, biraz yavaş danış, yox, yavaş danış deməyim də, deyirəm ki, Dilbər müəllim, səsin bərk gəlir, sən qayıdıb deyirsən ki, mənə öz mövqeyini gücləndirmirsən də burada. Sən demək istəyirsən ki, mən möhkəm danışıram, neynirəm və yaxud da ki, dava axtaran insan kimidir də bu. Özü tərəfindən danışan insan. İstəyir ki, həmişə öz mövqeyini güclü tutsun. Başqalarının dediyi fikrə münasibəti mənfi olun. Boş adam xətasıdır, düzdür bu, elə doğru fikirdir. Danışanın fikrini yayındıraraq səsləndirdiyi fikri fərqli istiqamətlərə çevirmək. Çox önemli. Fikrini yayındıraraq səsləndirir, fikri fərqli istiqamətlərə çevirmək. Mən bu çox mənalı. Düzdür, bu doğrudur, amma qarşısına nə yazır? Amma yanlış yazılıb da. Görsən də çox mənalıdır. Fərqli istiqamətlər çevrilirsə, elə çox sözündən bunu görə bilərik də, fərqli, çoxlu istiqamətə gedir. Deməli, bu yanlış yazıb da, amma əslində doğrudur. Bunu götürmürük. 3-ə baxırıq. Fikri əsaslandırmaq üçün deyilmiş fikri sadəcə dəyişmək. Mənim bu da doğrudur da, sirkulyar arqument doğru yazılıbdır. Sağ ol, doğrudur, bəli. Sadəcə dəyişirsə, olduğu kimi qalır. Sirkulyar arqument. Deməli, cavabımız hansı oldu? 3-də. 1 və 3 deməli. 3. Hə, 4-ə bax. Təfəkkürə aid edilə bilməz. Təfəkkür insanın zehnində baş verən idraki prosesdir. Bu doğrudur da müəllim. Düzdür, idraki prosesdir. Düzdür. Təfəkkür xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Təfəkkür. Bu aid deyil də. Sahə bilirsiniz nədir? Məsəl üçün, təfəkkür təkcə, məsələn, belə deyək də, biologiya sahəsi ilə təkcə birdir. Xeyr, təfəkkür hər tərəflidir, müxtəlifdir. Bir sahə deyil. Deməli, səhv olan B bəndi. 5-ə də bax. Cədvəlin əsasən uyğunluğu müəyyənləşdirin. Doğru, yanlış. Tənqidi təfəkkürə malik şəxslər əsasən fikirləri bir-birinə fərqləndirə bilirlər. Bu doğrudur da müəllim, fikirləri bir-birinə fərqləndirə bilər tənqidi. Deyir, tənqidi təfəkkürə malik şəxslər əsassız fikirləri bir-birindən fərqləndirirlər. Bəli, bu doğrudur. Sonra oxu da, dalında oxu, Dilbər müəllim. Uşaq çağırırdı, onun üçün qoyma. Tənqidi təfəkkürə malik şəxslər alternativ yollar tapmaqda səriştəli olurlar. Bu da doğrudur da müəllim? Yox, alternativ sözü varsa müəllimlər nə götürürdük? Yaradıcılıqdır. Alternativ yeni, belə deyək də, yollar, fərqli yollardır. Fərqli, yeni yollar. Deməli, bu tənqidi deyil, yaradıcılıqdır. 2 də getdi. İndi baxırıq 3-ə. İnsan düşünərkən yalnız bir düşünmə formasından istifadə etmir. Bu da doğrudur da. Ay sağ ol, müxtəlif düşünmə. Deməli, 1-3 deyil, cavabımız 4 olacaq. 4-ü oxu.
tənqidi təfəkkürə malik olan şəxslər müəyyən məsələlərə qeyri-standart yanaşma irəli sürə bilirlər. Qeyri-standart. Bu da doğrudur da müəllimə. Necə doğrudur? Qeyri-standart, fərqli standartdır bu da. Biri var, biri standart yanaşmalı. Hə, bu yanlışdır. Qeyri-standart yaradıcılığa aiddir, yadınızda qalsın. Alternativ yollardır, yeni həll yollarıdır, qeyri-standart yanaşmadır, yaradıcı təfəkkürdür, yadınızda qalsın. Tənqidi deyil. Tənqidi hansı idi? Əsaslandırma, qiymətləndirmə, dəyərləndirmə, təhlil etmə beynimizdə. Hə, fərqliliyi tapmaq, əsaslı və əsassız fikirləri bir-birindən fərqləndirmək, müəyyənləşdirmək, ümumiləşdirmək. Bunların hamısı tənqidi təfəkkürdür. Yaradıcı, qeyri-adi standart yanaşma, alternativ yollar, yeni həll yolları, yeni fikir, ən çox yeni sözündən istifadə olunur. İstifadə olunmamış bir yeni fikir. Bunların hamısı deməli qeyri-standart yanaşmanında dedik, bu da yaradıcıdır. Məntiqi təfəkkür də riyazi məsələlərlə bağlıdır. Səbəb-nəticə əlaqəsinin tapılmasıdır. Məsələni asan yolla həll etməsidir. Düşünmə formalarında bilirsiniz, induktiv, deduktiv. İnduktiv yəni xüsusidən ümumiyə doğru. Deduktiv ümumidən xüsusiyə doğru. Biri var qaydalardan nümunə çıxardırıq. Deməli, qaydadan nümunəmiz deduktiv, nümunələrə baxaraq qaydamız induktiv. Hə, budur. Yəni, qısa formada deyirəm ki, yadınıza düşsün. Sistemli bir şeyi həll ediriksə, məntiqidir, sistem sözü var. Addım-addım, məntiqi təfəkkürdə olan burada düşünməmizdə, ardıcıl düşünməmizdir. Bunları belə yadınıza təkrar kimi deyirəm, verbal, qeyri-verbal sözlərlə, belə deyək, şəkil çəkməklə, öz fikirlərimizi təsvir etməklə qeyri-verbal, amma dilə gətirməyimiz isə nə idi? Dilə gətiririksə, verbal düşünməmiz. Qısa formada olsa dedim. İndi deməli 6-dan başlayır, 10-da daxil olmaqla Günay müəllim, buyur oxu. Klassik. Səs getdi Günay müəllim. Hə, istəyirsiniz yenidən daxil olun, ona qədər Aygün müəllim oxusun. Aygün müəllim heç yadımdan çıxıb, uşaqlıdır. Orada uşaqlığına görə. Aygün müəllim oxusun. Klasseri tamamlayın. Yaradıcı təfəkkür yeni yanaşmalar tələb edir. Hadisələr və problemlərə fərqli baxmaq bacarığıdır. Təkcə qabiliyyət və istedadla bağlı deyil, formalaşdırılması mümkün təfəkkür növüdür. Müəllim, müxtəlif yanaşmalardan istifadə edərək yeni yanaşmaya nümayiş etdirir. Ay, sağ ol. Hə, oxu, çaşdım. Hə, buyur. Etibarlı informasiya toplamağı tələb edir. Yığmal ölçənli müzakirə paylaşan fikrini əsaslandırır. Problemin yaranma səbəbini araşdırır. Problemi sadə yolla həllini tələb edir. A bölümündə müxtəlif yanaşmalardan istifadə edir. Yeni yanaşma sözü nümayiş etdirirsə, deməli bu nəyə aiddir? Yaradıcılığa aiddir. Özüm çaşıb, elə biləm oxuyub getmişəm, bir anlıq cavabı qeyd edirəm. Oxu. Uyğunluğu müəyyən edin. Gələn turistlərin bir neçəsi sarışındır. Ruslar sarışındır. Deməli, gələn turistlərin hamısı rusdur. Bu, həddən artıq ümumiləşdirmədir. Düzdür. Bir getdi C bəndinə. Övladınız son zamanlar dərs hazırlıqsız gəlir. Siz mənim yaxşı valideyn olmadığımı deyirsiniz. Bu boş adam xətasıdır. Ay, sağ ol, B. Yağlı xörəklərin yeyilməsi məsləhət görülmür. Çünki sağlamlığa ziyandır. Mən də yağlı yeməklə yemirəm. Çünki sağlamlığa ziyandır. Bu sirkulyar arqumentdir. Ay, sağ ol, eyni mənanı kəsb edir, düzdür. Test tapşırıqlarının cavablarının çoxu sərtdir. Demişdim ki, imtihana qədər telefondan istifadə məhdudiyyət qoy. Telefondan istifadə etmədim. Sadəcə gələn bildirişləri silirdim. Bu da çox mənalı danışmaq. Ay, sağ ol. Eyni hərəkəti edir. Sadəcə olaraq fərqli istiqamətlərə beyni çevirir də ki, yəni ki, fərqli, çox mənalı danışır. Deməli, baxaq, 1C, 2B, sonra 3A, 4D bəndi. D bəndi. D variantı. D-dir. D-dir. D. Bəli. Hə, 7 deməli oldu D variantı. 8-ə baxırıq. Verilənlərdən biri
divergent düşüncə tərzinin xüsusiyyətinə aid deyil. Divergent hansı idi mənim yadımdan çıxdı. Divergent ən üstün düşünürsən, yaradıcı düşüncə kimidir. Dahiyanə, hər tərəfli düşünən. Hə. Deməli, verilənlərdən biri divergent düşüncənin xüsusiyyətinə aid deyil. Bu düşüncəyə malik olan insanlar problemin həllinə müxtəlif perspektivlərdən baxır. Müxtəlif sözü varsa, deməli, hər tərəflidir də, müxtəlif perspektivdən baxır. Bu düzdür. Bir yoldan getmir. Bu ona aiddir. Hər hansı bir problemin həlli yoluna bağlı alternativlər axtarır. Bu da ona aiddir. Müxtəlif yollar axtarır. Mövcud ideyalar içərisində ən səmərəlisini müəyyənləşdirməkdə problemi həll edir. Mövcud ideyalar içərisində ən səmərəlisini müəyyənləşdirməkdə aşağı ol, əlavə fikir tapmalı, yaxşıdır. C variantı müəllimim, mövcud ideyalar içərisində ən səmərəlisini müəyyənləşdirməkdə. Bəli, ən səmərələsin birini seçirsə, sadəsin olan. Bir yolla gedirsə, bu konvergentdir. Amma müxtəlif yollar axtarışındadırsa, çətin qərara gəlirsə, bu divergentdir. Sonra 8, 9. Kitabi-Dədə Qorqud dastanında Basatın Təpəgözü öldürdüyü boy əfsanəvi səciyyə daşıyır. Deməli, dastan yalnız real hadisələr əks etdirir. Burada əfsanə elementlər də mövcuddur. Mühakimə haqqında deyilənlərdən hansı doğrudur? Hansı düşüncədir bu? Bax, induktiv. Xüsusidən ümumiyə gedir. Xüsusiyə 2 dənə getdik. Kitabi-Dədə Qorqud və Basat. Sonda ümumiləşdirdik. Deməli, bu induktiv düşüncədir. Düzdür. Uyğunluğu müəyyən edin. Səmərəli düşünən şagirdin bacarıqlarına aid deyil. Hadisələri düzgün təhlil eləyirlər. Bu doğrudur. Düzdür. Fikirlərini formalaşdırma və ifadə etməyi bacarırlar. Bu da doğrudur. Düzdür. Bu ikisi qalır. Yəni düzləri plusdamışam, eyb yox. Hə, səhvləri götürəcəyik. Hə. Uzun və səhvli müzakirələrdən yorulmurlar. Olur ki, insan yorulur da, bu doğru fikir deyil. Yorulur, hə. Bu, çıxdıq bunu, hə. Fikirlərini əsaslandırmağa bacarırlar, bu da doğrudur. Situasiyada problemi qabardırlar, bu yanlışdır. Deməli, 3-5, B bəndimi. Günay müəllim, gəldiniz? Bəli, buradayım. Hə, buyur. Yanlış fikri müəyyənləşdirin. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Bu doğrudur. Gəlinən nəticələrin doğru olması üçün onları əmələ gətirən prinsiplərdə doğru olması şərtdir. Bu da doğrudur. Ardıcıl düşünən şagird bir addımı bitirdikdən sonra digərinə keçir. Bu da ardıcıllıqda düzdür. Verbal düşünən şagird sxem və cədvəlləri daha sistemli izah edir. Bu qeyri-verbal deyil. Verbal düşünən şagird sözlərlədir. Verbal deməli sözdür, qeyri-verbal sxem cədvəl. Deməli yanlış olan 11. D variantıdır. D variantıdır, bəli. 12-yə baxırıq. Hansı tapşırıq şagirddə tənqidi təfəkkürü formalaşdırmır? Təbiətdə qida zənciri mövzusunu fərqli kitablardan araşdırmaq bu formalaşdırır. Finlandiya təhsilini Cənubi Koreya təhsil sisteminə ilə müqayisə edərək dəyərləndirir. Bu da doğrudur. İnternet resurslarından istifadə edərək Kür və Araz çaylarının təsərrüfat əhəmiyyətini təhlil etmək, bu da araşdırır da. NATO təşkilatına üzv olan ölkələri sadalamaq və keyfiyyətlərini, bu yada salmaq deyil. Bəli, yada salmaqdır da. Yəni bunun tənqidi düşüncə ilə nə əlaqəsi var ki? Sadalayıram ki, yəni burada müqayisə aparmır da, burada yada salır. Nə ümumiləşdirmə var, nə müqayisəmə var, nə əlaqələndirmə, nə təhlil, dəyərləndirmə. Digər də deyir ki, Leyla mövzunun əsərini müxtəlif nöqteyi nəzərdən dəyərləndirir. Bu da deməli tənqididir. Oldu D bəndi. Venn diaqramına əsasən doğru fikirləri müəyyənləşdirin. Divergentlə konvergentin oxşar cəhətlərinidir. Əlavə fikirlər tapmaqda yaxşıdırlar. Problemin həllinə yaradıcı yanaşmır.
tez nəticəyə gəlmək deməli Burada hansı bir düzdür əlavə divergentdə? fikirlər tapmaqda Bu yaxşıdırlar. doğrudur, bəli, uyğundur. Ondan sonra burada tez nəticəyə gəlmək bu yox. Situasiyaya uyğun səmərəli qərar çıxardırlar. Hər ikisi oxşardır. Məncə bu. Bəli, 1 4 konvergentdə də 1 tapaq. 4 sonra yeni fikirlər tapmaqda çətinlik çəkirlər. Təkcə Bu konvergent. da Hə. Bu da elə təkcə konvergentdir də yeni fikir tapmaqda çətinlik çəkir. hə, bu ideya axtarışında olanlar da divergentlərdir də. Ay, sağ ol, divergentdir. Deməli cavab olur 1 4 5-imiz. Divergent düşüncədə birimiz düzdür. Oxşarlarımızda 4-dür, konvergentdə də 5. Cavab D bəndi. Aha. Onda elektron cihazlardan uzun müddət istifadə etdikdə insan sağlamlığı üçün təhlükə yarana bilər. Planşet, telefon elektron cihazlardır. Bunlardan uzun müddət istifadə insan sağlamlığı üçün təhlükə yarada bilər. Bu şəkildə fikir yürüdən şagirddə hansı düşüncə tərzi formalaşdırmışdır? Bu deduktiv düşünmələrdə bir araşdırmazdır. Həm də ki elektron cihazlarında düşünür. həm də birinci ümumi dedi ki, elektron deməli düşünmə. Sonradan adların ay sağ ol. Sonra planşet, telefon da elektron cihazlardır. Yəni biz elektron cihazlarını ümumi şəkildə deyirik, sonra nümunələr gətiririksə, deməli deduktivdir. Ümumidən xüsusiyə doğru gəldi. Bəli, cavab oldu 10-dur. C bəndi. 15. C bəndi. 15. Yarasaların görmə qabiliyyətləri olmadığı halda onlar ötürdükləri siqnalların və maneələrə toxunaraq geri qayıtması ilə istiqamətlərini müəyyən edə bilirlər. Onlar bu xüsusiyyətləri nəticəsində radar sistemləri yaradılmışdır. Və verilmiş nümunə yaradıcı təfəkkürün inkişafına xidmət edən hansı texnikaya aid edilə bilər? Bu müqayisədir də, müqayisə nəticəsində yaradılır analogiyanın tapılması. Ay sağ ol, analogiyanın tapılmasına gedib çıxır. 16-dan deməli 20-yə kimi oxu Sayal müəllim. Avtomobildə yanacağın tam yanmaması qara tüstünün yaranmasına səbəb olur. Bu isə ekologiyanı çirkləndirir. Havada oksigenin azalması ilə nəticələnir. Havanın çirklənməsi oksigenin azalması isə ağciyərlərin funksiyasına təsir edir. Bu yanaşma şagirddə hansı düşüncəni inkişaf etdirir? Bu sistemlidir də. Burada ay sağ ol, sistemli düşünmə. Yox, sistemli. Sonda nəticə çıxardır ki, ağciyərin funksiyasına təsir edir. Bax, bu formada... Sırayla gedir də, bu olur, sonra da axıda bu olur. Addım-addım bir işə ardıcıllıqla görəsən. Məsələn, bu günlərim dərs oxuyacağım, götürürsən, məsələn, birinci deyirsən dərs oxuyacağım, sonra testi işləyəcəm. Məsələn, dərsi oxuyacağım, qeydlərimi aparacağım, sonra testi işləyəcəm. Bu addım-addım getdi. Amma sonda bir nəticə çıxardırsa, bu sistemlidir. Görsən ardıcıllıq gedir, sonda nəticəyə gəlir ki, bu da insan oksigeninin azalması ilə ağciyərlərin funksiyasına təsir edir. Burada ardıcıllıq var, amma sonda nəticə də var. Sonda özü nəticə çıxartdısa, deməli sistemli düşünür. Bunlar bir-birinə oxşuyur, həmişə qarışdırır. Ardıcıl düşünmədə o formada verilmir. Da addım-addım iş gedir sadəcə. Bir işi görürsən. Amma burada sonda ümumi nəticəyə gəlirsən ki, məsəl üçün bu proses belə oldusa bizim sağlamlığımıza ziyandır, orqanizmimizə ziyandır. Sonda nəticəyə gəlirsənsə, nəticə çıxardırsansa sistemlidir. 17. Müəllimə, sistemli düşünmə həm də eyni anda düşünmə nəzərdə tutulur da. Eyni anda deyəndə vaxtı məsələn düzgün quraşdırırsan, bu da sistemli düşünürsən özün üçün, düzdür. Eyni anda bir işi görürsən, sistemli şəkildə düşünürsən, bəli. Sonda da bir nəticə çıxardırsan ondan ümumi. Olur bu sistemli. Amma ardıcıllıqda ardıcıllıq var da, addım-addım bir işi görürsən. Çox sağ olun. Siz də sağ olun. Təfəkkürə aid verilmiş cədvəldə uyğunluğu müəyyən edin. Şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyən edir ki, əhalinin
alıcılıq qabiliyyəti ilə həmin məhsula olan ehtiyacı arasında əlaqəni doğru təhlil etməlidir. Ardıcıl düşünmə. Bu doğru deyil, ardıcıl deyil bu. Bu yanlışdır. Tənqididir. Şagirdlərə sinifi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcıllığı və əhəmiyyəti izah edilib, sonra prosesin simulyasiyası təşkil edilir. Deduktiv düşünmə. Hə. Bax, sinifi tərs etmə prosedurların əməl edilməsi ardıcılığı. Birinci ümumi deyirik. Sonra da bu prosesi sonra isə bu prosesi tək-tək əməl edirik. Ümumidən xüsusiyə gəlirik. Birinci ümumi qaydanı dedik, proseduru. Sonra isə həmən qaydanı necə edəcəyimizi eləyiriksə, bəli, xüsusiyə doğru gedirik. Deməli, bu olur deduktiv. Bu doğru getdi. Müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağı tapşırır. Divergent düşünmə. Hə. Düzdür, amma yanlış yazıbdır burada. Yanlış yazıbdır. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobili idarə edir. Analoji düşünmə, bu yanlışdır. Ay, sağ ol. Buna baxaraq edirsə, deyir, müəyyən edir və onun əsasında sxemə baxır da burada. Qeyri-verbaldır. Xəritəyə baxaraq edirsə bu. Deməli, cavabımız oldu hansı? 1, yox, 2... Yox, 2-4. 2-4 bəli, 2-4 adəmdir. 18. Kalbasa və səsiqa məlumatların tərkibində ətlə yanaşı ciddi dərəcədə transgen soya vardır və geni dəyişdirilmiş xammaldan hazırlanır. Belə əzəqlərin qəbulu sağlamlığa ziyandır. Mən də kalbasa yemirəm, çünki sağlamlığa ziyandır. Şagird hansı? Bu sirkulyar arqumentdir də, məhkəmə dəyişmiş. Sağlamlığa eyni fikirdir. Bəli, eyni fikir olan, deməli, sirkulyar. 19. Müəllim şagirdlərlə sinif iclası keçirir və sinifdəki konflikti həll etmək üçün yeni həll yolu təklif etməyi onlara tapşırır. Müəllim şagirdə hansı təfəkkürün formalaşdırır? Yeni həll yolu olsa yaradıcıdır da burada. Sağ ol, düzdür. Verilən mövzu araşdıran şagird düşünür ki, əvvəlcə etibarlı mənbələri müəyyənləşdirməli, sonra isə məlumatları qruplaşdırıb təhlil etməlidir. Necə düşündü burada? Əvvəlcə müəyyənləşdirdi, sonra addım-addım getdi burada. Ardıcıl düşünmədir burada. Ay, sağ ol. Bax, ardıcıl düşünmə budur. Təhlil etməlidir. Sonda ümumi nəticəyə gəldiksə sistemli idi, amma burada ardıcıl olaraq düşündü. Hara? Hə, yaxşı. Hə, 20-də də deməli oldu debəndi. Sonra 20-yə qədərdir də səndə. Sədaqət müəllim, buyur oxu. Şagirdlərdən ifadə etmək bacarığının formalaşdırılması ilə bağlı doğru fikir hansıdır? Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təmin etmək. Doğru fikri tapın. Arqumentlərin uyğunluğunu təmin etmək. Hə. Müşahidə nəticəsində formalaşdırmaqdır da, bu artıq bunda formalaşıbdır. Bizə formalaşdırmaq lazımdır. Formalaşdırmaq görə yansıdır. Sonra deduksiyalar və debatlar aparılan zaman iştirak etmək. Bu sonra müxtəlif insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək. İzləmə var da, müşahidə edir. Ay, sağ ol. Baxın müəllimlər, baxma, izləmə gördünüzsə götürürsünüz müşahidənin. Amma müşahidəni etib qutarıbdır bu. Nəticəsində əldə edilən arqumentlərin təhlil edirsə, bu təhlil edir. Sonra debatların aparılan zaman iştirak edirsə, bu dəyərləndirmə və tənqidi düşünmədir. Amma müxtəlif insanların fəaliyyətinə baxıram da. Baxmaq nədir? Müşahidə edirəm, dururam ona, müşahidə edirəm, izləyirəm, baxıramsa, deməli hansıdır? Müşahidə etmək bacarığı. Yadınızda qalsın. 22. Cədvəli tamamların düşünmə formaları. Kün sayının mənbəyini və mənsəbini xəritədə müəyyənləşdirmək. Xəritədə müəyyənləşdirirsənsə qeyri-verbal düşünmədir. Ay, sağ ol. Qeyri-verbalı götdük. Burada deməli yazaq ki, elə V də, Q, V. Bəli. Hə, sonra.
Sözün ilkin mənası onun həqiqi mənasıdır. Deməli, daş divar birləşməsində hər iki söz həqiqi mənadadır. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Deməli, sonda ümumiləşdirir də bu induktivdir. Yox, bax, sonda ümumiləşdirmir. Sözün ilkin mənası onun həqiqi mənasıdır. Əvvəldən ümumi deyir. Deməli, daş birləşməsi hər iki sözü həqiqi mənadadır. Əvvəldən bu sözü deyibdir. Daş divarı nümunə getdi. Həqiqi. Deməli, hansı olur? Deduktiv düşünmə. Ay, sağ ol. D yazaq. Sonra 3. Türkiyə Yunanistan subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsalı ilə məşhurdur. Lənkəran Aşqara bölgəsi də subtropik ərazidə yerləşir. Zeytun və zeytun yağı istehsal edə burada analoji düşünmədə bir-birinin oxşarını tapır. Ay, sağ ol. Hər əlaqəsi olan zeytun yağıdır. Hər ikisində zeytun istehsal edilə bilər. Deməli, oldu. Burada da analoji. B bəndinə bax. Ay, sağ ol. B bəndi. 23. Məktəbimizin sabitlərindən biri beynəlxalq təhsil sərgisində sahibkarlıq ideyalarını əks etdirən layihə ilə iştirak etdi. Onun bu layihəsi böyük marağa səbəb oldu. Ay, sağ ol. Burada yaradıcı düşündü onlardan layihə ideyası. Bəli, layihə yaradıbsa, bu deməli yaradıcı düşünmədir. Düz. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilmiş çətinliklə qarşılaşırlar. Tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problemin həll etmə bacarığına malik olduğunu göstərir. Deməli, komanda rəhbərlik edən şagird qrup üzvlərindən kiminsə problem həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir. Bu yanlışdır. Ay, sağ ol. Kimlənsə nəsə gözləmək yanlışdır. Düzdür. Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı texniki təcrübəsi ilə tanınan şagirdlərdən birinə həvalə edir. Burada müəllim həvalə etməli deyil də, uşaqlar həll etməlidir. Müəllim yanaşması yanlışdır, düzdür. Şagirdlər yaranmış problemin aradan qaldırılması məqsədilə bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil edilir. Bu da yanlışdır məncə. Niyə? Bütün komanda birləşir, müzakirəni edir. Doğru elə addım budur. Bunlarda deməli problem həll etmə bacarığı. Hamısı birlikdə, əgər problem varsa layihə üzərində tapılması üçün hamısı, bütün şagirdlər birlikdə bunu iştirak ilə edir. Tək bir adamı mən gözləyim ki, deyim ki, Sədaqət müəllim, bu tapşırığı təkcə işdə ver mənə. Digərləri kənarda qalır. Müzakirə etmir. Kənarda qalırsa, deməli bu yanlış fikirdir. Bütün komanda üzvlərinin iştirakı varsa, bu doğru fikirdir. Doğru olan budur problemin. O birisində də deyir ki, müəllim yaranmış halı təhlil edir, qarşıya çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib, şagirdləri istəyir. Artıq müəllim bunu etdisə, müəllim də yanlışdır. Edə də şagirdlər düşdükləri çətin vəziyyətdən çıxmaq üçün təkliflər edirlər ki, hər kəs problemi fərdi şəkildə. Xeyr, bu problemi birlikdə çıxıbsa qarşılarına, birlikdə də həll etməlidirlər. Hə, 25-i də oxu. Milli fəaliyyətlərdən biri şagirddə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Deməli, yüksəklər, problemalar üzərində müzakirələrin təşkil edilməz. Bu düzgündür. Bəli, düzdür. Tənqidi təfəkkürə aiddir. Problemin təqdim etməklə ən səmərəli həll yolunun seçilməsi tapşırmaq. Ən səmərəli həll yolunun seçilməsi tapşırmaq. Bu düzdür. Və səmərəli hansıdır? Şagirdlərin müzakirələrində müzakirə apararaq əsas məsələyə münasibət bildirir. Münasibət bildirirsə də vardır. Düzdür, bəli. Düzgündür. Dizilməsiya zamanı diqqətlilik eşitdiklərini dəqiq təkrarlamaq bacarığını formalaşdırmaq. Mən deyirəm, sadəcə olaraq sən də eşidib dəqiq təkrarlayırsan. Burada tənqidi düşünmə var, özün düşünürsən, yoxsa sadəcə təkrarlamaq üçün əzbərçilik var burada? Bu yoxdur, bu məncə bu deyil. Elə D variantı. Elə olur, D variantı, doğrudur. Buyur Elmina müəllim, oxu 26-dan 30-a daxil olmaqla.
Elmina müəllim, buradasınız? Elmina müəllim yoxdur, müəllimlər. Bir dəqiqə baxın. Yoxdur müəllim. Hə, onda oxusun Vəfa müəllimə. Vəfa müəllim burada. Buradayım mən. Hə, buyurun. Elmina müəllim ola bilər ki, qayıdar. Siz 5-ini oxuyun. Deməli 26-da qalmışdı müəllimə. Bəli. Klasseri tamamlayın. Təfəkkürün növlərindən biridir. Problem və onun həll yollarını qeyri-standart yanaşma nümayiş etdirmək. İnformasiyada dəqiqliyə baxırlar. Hə. Bu doğrudur da müəllimə. Deyir ki, təfəkkürün növlərindən biridir. Problem və ya onun həll yollarını qeyri-standart yanaşma nümayiş etdirmək. İlk öncə deyirsən ki, qeyri-standart yanaşma varsa hansıdır? İnformasiyada dəqiqliyə baxırlar. Yəni sırf dəqiq informasiya. Qeyri-standart yanaşma hansı növündədir təfəkkürün? Yaradıcı. Bu sualı başa düşmədim müəllimə. Bax, deyir təfəkkürün növlərindən biridir. Problem və onun həll yollarına qeyri-standart yanaşma, qeyri-standart yeni yanaşmada nümayiş etdirməkdir. Problemi həll etmədi müəllimə burada. Yox, qeyri-standart sözü var. Yaradıcılıqdır, Günay müəllim dedi. Yaradıcı təfəkkür. Yaradıcı insan necə olmalıdır, onu tapmalısan. Aha. Hə. Deməli, informasiya dəqiqliyə baxırlar, sonra mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün ardıcıl qaydada işləyirlər. Dəlillərə əsaslanaraq öz mövqeyini formalaşdırır. Risk bağlı problemi həllində çeviklik bu cür təfəkkür sahibi insanların xüsusiyyətidir. Elə yəqin müəllimə yaradıcıda risk var orada. Bəli, qeyri-standart yanaşmadırsa risk alırıq. Bəli, risk almaq da yaradıcı da təfəkkürə aid edilir. Doğrudur. Biraz diqqətli oxuyun oxuyanda. Müəllim şagirdlərə sual ünvanlayır. Təsəvvür edin ki, ailənin maliyyəti idarə etməyə cavabdehsiz. Gözlənilməz tibbi xərclər büdcəniz təsir edir və maliyyə sabitliyiniz təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Bütün zəruri xərcləri nəzərə almaq lazımdır. Verilmiş situasiyada müəllim məqsədi şagirdlərə daha çox hansı təfəkkürü formalaşdırır? Burada tənqididir də məndə. Yəni tərəfli düşünəcəkdə, təhlil edəcək beynində, tənqidi düşünməni formalaşdırır. Düzdür, 28-ə bax. Müşahidə bacarığını təkmilləşdirmək üçün uyğun deyil. Yığcam danışmaq, müşahidə aparırsa, sonra uyğun deyil. Yığcam danışmaqdır da müəllimə. Qeyd aparır, fəaliyyət dinləyici olur, fəal dinləyicisi olur, nəticəyə gəlmək olur. Daha çox informasiya toplayır, yığcam danışmaq, yəni A variantı. Müşahidə ilə əlaqəsi yoxdur. 29. Sonra bir dəqiqə mənim. 29. Qidanın tarladan süfrəyə gətirilmə prosesini təsvir edən şagird hansı düşüncəni nümayiş etdirir? Burada ardıcılıq gedir də. Ay sağ ol. Deməli qida tarladan başlayaraq tarladan yığılır, sonra yəni süfrəyə gətirilir. Bəli, tarladan yığılır, o taxıldısa üydülür, un halına gəlir, çörək bişirilir, sonda süfrəyə gətirilirsə. Deməli bu arada ardıcıllıqla iş var. 30 oxu. Sonra 30. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Deməli, burada problem həll etmə bacarığını, deməli, uyğunluq doğrunun doğrusu, yanlışı seçilməlidir. Düzdür. Bu dəfə problem həll etmə bacarığına yiyələn. Uyğunsuzluq da düşüb, ha, müəllimlər. Coğrafiya müəllimlərinə salıblar. Bu uyğunluq, uyğunsuzluğu. Deməli, problem həll etmə bacarığını yiyələnmək üçün ilk olaraq həll edilməli olan problemi ətraflı tədqiq etmək əsas şərtlərdən biridir. Deməli, problem həll etmə bacarığı varsa, yiyələnmək üçün ilk olaraq həll edilməli olan problemi ətraflı təqdim. Bu doğrudur da müəllimə. Yəni ətraflı ona baxıb. Düzdür. Bu yəqin ki doğru olur. Digərləri gedir.
Problemin həllini həyata keçirdikdən sonra şagirdlərin bununla bağlı tənqidi suallar verməsi əldə edilmiş nəticənin effektiv olub-olmamasını müəyyən etmək baxımından əhəmiyyət. Bu doğrudur da, yəni birinci problem, yəni hər işdən sonra, yəni orada suallar çıxarıla bilər. Bəli, onda tənqidi düşünürük ki, bunu məsələn uyğundur, səmərəlidir, səmərəsizdir. Bəli, 1 və 2 A bəndi. Elmina müəllim gəldi. Elmina müəllim gəlmədi. Yəqin telefonda nəsə problemi olub Wi-Fi-ında. Səriyəz müəllim oxu. 35 qədər. 35 də daxil. Problem həll etmə bacarığını formalaşdırması ilə bağlı verilənlərdən hansı yanlışdır? İlk olaraq həll olunacaq problemin mahiyyətini xüsusiyyətini müəyyənləşdirmək lazımdır. Bu doğrudur müəllimim. Ay, sağ ol. Şagirdlər problemin həllində bir yox, bir neçə həll yolunu ola biləcəyini qəbul etməlidirlər. Bu da doğrudur müəllimim. Bəli, əgər problem varsa bir yol yoxdur, çoxlu yollar var, düzdür həll etməyin. Problemin həlli zamanı müəllim şagirdlərlə həll yolu müəyyənləşdirib fəaliyyətlər barədə onlara təfərrüllü istiqamət verir. Bu düzdür mən. Baxın, müəllim verir. Amma kim müəllim? Özü eləmir də uşaq. Ay, sağ ol. Əgər müəllim şagirdlərə, baxın, problem həll etməni, müəllim şagirdləri sadəcə olaraq problemi verərək onları yönəldir, cəlb edir. Amma müəllim onları həll yolu müəyyənləşdirərək fəaliyyəti barədə, artıq müəllim özü bunu müəyyənləşdiribsə, onun barədə də istiqamət verirsə, bu problem həll etmə olmadı axım. Problemi həll etmək üçün, yolu müəyyənləşdirmək üçün uşaq araşdırma aparmalıdır şagird. Amma burada nə deyir? Deyir, problemin həlli zamanı müəllim şagirdlərə həll yolunu müəyyənləşdirərək, özü müəyyənləşdirib həll yolu nə olduğunu, fəaliyyətləri barədə onlara təfərrüatlı, yəni hər tərəfli istiqamət verirsə, bu necə fikirdir? Yanlış fikirdir. Yanlış fikir. Ay, sağ ol. Müəllim artıq bu problemi həll etmiş olur. 32-yə baxırıq. 32. Məsuliyyətli olma mövzusu ilə əlaqədar müəllim şagirdlərə məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzərlərinə düşən vəzifələr yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar. Söyləyir. Bu zaman şagirdlərdə biri, mən məsuliyyətliyəm, çünki hərəkətlərimə görə cavabdehlik daşıyıram. Verilmiş nümunə hansı məntiqi xətasına uyğundur? Şəxsi qərəzli, boş adam xətası çox məqalar. Eyni sözə gəlibdir. Burada boş adam xətasıdır mı? Yox, bax, eyni sözə gəlibdir. Bax, məsuliyyətli adam məktəbdə, cəmiyyətdə, bu da deyir ki, cavabdeyəm. Ay, sağ ol, şagird də deyir ki, cavabdeyəm də, mən də beləyəm. Deməli, eyni mənə kəsb edirsə, hər ikisi olur, sirkulyar arqument. Baxın, boş adam xətasında demək istəyirsən sözü var, açar məqam olaraq. Demək istəyirsən ki, harada sözü gördünüzsə, bax, götürürsünüz boş adam xətası. Oxu. Qənaət etmək üçün hər ay xərclərimizi nəzarət etməliyik. Sən buna diqqət et. Demək istəyirsiniz ki, mən bədxərcəm verilmiş nümunəyə hansı məntiq xətası uyğundur? Burada boş adam xətasıdır mən. Ay, sağ ol. Harada müəllimlər demək istəyirsiniz, sözü gördünüzsə, avtomatik götürürsünüz boş adam xətası. 34. Zərərli qidalar orqanizmi tədricən ziyan vurmaqla yanaşı, artıq çəki və piyələnməyə gətirib çıxarır. Demək istəyirsən ki, mən artıq çəkiliyəm. Verilmiş situasiya hansı məntiq xətasına uyğundur? Burada boş adam xətasıdır bu demək. Ay, sağ ol. Bu da boş adam xətası. C variantı. Harada demək istəyirsənsə varsa, boş adam xətası. 5. 35 Klasseri tamamlayın. Düşünmə formalardan biri addım-addım düşünməni özündə əks etdirir. Məsələlərlə yeni mövqeyə nəzərdə baxımında bacarıqları formalaşdırır. Bax, deyir ki, addım-addım bircə dəqiqə Səriyəz müəllim, sözünü kəsirəm. Tamamlayanı tapırıq, düzdür. Düşünmə formalarından biridir. Addım-addım düşünməni özündə əks etdirən dedik hansıdır? Ardıcıllıq dedik. Ay, sağ ol. Burada ardıcıllıq var da, addım-addım gedir. Deməli, biz ardıcıllığa uyğunu tapmalıyıq. İndi A-nı oxu. Məsələlərə yeni mövqe nəzərdən baxmaqla bacarıqla formalaşdırır. Bu yeni varsa hansıdır? Yeni sözün görəndə dedim nə götürün?
Yeni. Yaradıcılıq götürürük. Harda yeni sözü varsa götürürsüz yaradıcılığa. Çünki yeni yanaşmadır. Sonra B. İdeya fikir toplanmada fərqli yanaşma bacarığını formalaşdırır. Bax görsən bu da yaradıcıdır, fərqlidir. Olan kimi deyil də yenidirsə yaradıcı, fərqlidirsə yaradıcı, müxtəlifdirsə yaradıcı. Sonra C. Səbəb nəticə əlaqəsini düzgün qurmaq bacarığını formalaşdırır. Hə. Addım-addım düşünməni özündə əks etdirir və səbəb-nəticə əlaqəsini düzgün, nəticəyə düzgün formada gəlir də sonda. Dəndən gəlir. Addım-addım. Bu ola bilər. Bəli, mənim. Ay, sağ ol. Elə cavabımız olur deyil. Digərində də deyir ki, bu fikir etibarlı olub-olmamasını yoxlamaq üçün əsas xüsusiyyətlidirsə, bu tənqididir. Əsaslı və əsassız da tənqididir. Amma C bəndində düzgün qururuq ki, bu da addım-addım. Elmina müəllim gəldi, müəllimlər. Gəldi müəllimlər. Bu dərsimizə görə sualı olan oldusa buyursun desin. Başa düşmədiyiniz nəsə qaldısa. Elmina müəllim gəlir. Yox, görünmür. Hə, müəllimlər bu dərsi başa düşdünüz? Bəli, müəllim. Hə, başa düşməyən qaldısa, deməli burada Səriyəz müəllim sən nə edəsən? 35-ə qədər burada işləmişik. 35-dən 40-a qədər deməli neçəyə qədərdir? Sən mənə işləyib atarsan 65-ə. 35-dən 40-a qədər. Yox, 40-a da yox, 65-ə. 65-ə qədər. Gələn dərsimiz hansılar təkrar edirik? Bilik və onun növlərin təkrar edirik. Sonra bir də fəaliyyət və onun növlərini təkrar edirik. Hər ikisini təkrar edirik. Baxın, neçə dənədir testlərimiz? 55 burdandır. 40 dənə də biliyin növündən. Hər iki Müəllimə 30-dan 35-dən 60-neçəyə qədər də 65-ə eləyir, neçə dənəsi eləyir? 20 dənə, haradasa 20-yə yaxın testdir. 30 dənə. Hə, bunları işləyirsiniz. Bunu işləyirsən.